Yəni bu dünyada Allahdan qeyri çağırdıqların nə varsa, onların Hamısı, sənə kömək. hamısı Çünki Allah. onların hər birisi də Allaha ümid edir. Bəli, onlar hamısı Allah Taala'nın qabağında aciz olacaqlar və deyəcəklər ki, ey Rəbbim, sən nöqsanlardan uzaqsan. Bunlar özləri bizi sənə şərik qoşurdular. Biz bunlardan uzağıq. Biz bunlardan bəriyik. Biz bunlardan uzağıq. Bizə yaraşmazdı ki, sən bizim ilahımız olaraq biz özümüzə ilah götürək. Bəli. Bu dəlildir ki, Allahdan qeyri ibadət edənlər və olunanlar, ibadət olanlar, onlar hamısı qiyamət günü xüsrana düşəcəklər. Və onların hamısı bir-birindən bəri olacaqlar. Bir-birindən qaçacaqlar. Əksinə o gün ana baladan qaçacaq, dostdan, qardaşdan. Nə üçün? Çünki hər kəsin özünə uyğun, özünə yetəcək dərdi olacaq. Və bu dərdi aradan qaldırmaq üçün insanın yeganə bir yolu tövhid. Tək Allaha ibadət eləməsi. Çünki Allah Taala'dan başqa heç kim insanı nicat qapısına aparmayacaq. Bəli. O da ki, cənnətin qapısıdır. O da la ilahe illallahdır. Çünki la ilahe illallah cənnətin açarıdır. La ilahe illallah cənnətin qapısına aparan kəlmədir. Amma onun əksi isə o da aparır. Və bu kəlmənin insan üçün ən böyük faydası bu dünyada, təbii ki, bu dünyadan qabaq axirətdə. Çünki müsəlmanın əsas qayəsi axirətdir. Əbədi olacaq əzabdan qurtarmasıdır. Dünyada olan faydası la ilahe illallah odur ki, insan qorxudan uzaq olur. Bəli. Məxluqdan qorxmur. Məxluqa təvəkkül eləmir. Ruzisin kiməsə bağlamır. Nəyəsə bağlamır. Nəyəsə görə yaşamır. Kiməsə görə yaşamır. Etdiyi əməl sırf Allah üçün edibsə, əgər alınmadısa, baş tutmadısa, xeyrə çata bilmədisə, yarıda qaldısa məyyis olmur. Bilir ki, yaxşılıq edənlərin əcri Allah qatındadır. Bu dünyada hasil eləyə bilmədi. Bəli. Amma Allahdan qeyri-si üçün eləyənlər darıxır, sıxılır. Çünki əməlləri yolda qaldı, yarıda qaldı. Lakin Allah üçün iman edənlər, Allah üçün yaşayanlar, onların əməlləri hətta yarıda qalsa belə, müəyyən səbəblərdən, müəyyən maniyələrin səbəbi ilə onlar üzülməzdir. Üzülməməklərinin səbəbi onlar əcirlərini, mükafatlarını Allah qatında saxlamalarıdır və Allah qatında gözləmələridir.